Baxın, burada deyir ki, turistlər hər biri yalnız ingilis və fransız dilini bilir. İngilis dilini bilən turistlərin altıda bir hissəsi fransız dilini bilən turistlərin üçdə bir hissəsi isə ingilis dilini də bilir. Gəlin belə götürək. İlk növbədə dairəvi bir diaqram çəkək. Belə bu formada. Və kəsişmə düzəldək burada, çünki ortaq dili bilənlər var. Və bunu iki dəfə yazaq bu formada. Deyək ki, bu olsun ingilis dilini bilənlər. Bu da olsun fransız dilini bilənlər. Və ingilis dilini bilənlər olsun X. Bizə də deyir ki, ingilis dilini bilənlərin 6-da biri həm də fransız dilini bilir. Yəni 6-da 1x kəsişmədir. Fransız dili bilənlər, bu da ingilis olsun, Y olsun. Və fransız dilini bilənlərin də deyir, 3-də 1 hissəsi ingilis dilini bilir. 3-də 1 Y yazaq mı? Və biz artıq buradan anladıq ki, bunlar ki eynidir. İngilis, fransız, fransız, ingilis. Kəsişmələr bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Yəni 6-da 1 x ilə 3-də 1 y bir-birinə bərabər olmalıdır. Və 3x 6y-ə bərabər olmalıdır. X də 2y-ə bərabər olmalıdır. Yəni siz ingilislərə 2y yaza bilərsiniz. Bütün ingilislərə. Və biz ingilis dilini bilənlərə daha doğrusu. Və biz buradan anladıq ki, ingilis dilini bilənlər fransız dilini bilənlərdən 2 dəfə çox ümumilikdir. Burada nə deyir? Yalnız ingiliscə bilən, amma yalnız ingiliscə bilən turistlərin sayı çoxdur, yoxsa yalnız fransızca və neçə dəfə? Yalnız ingiliscə bilənlər 6-da 5-dir da, buradır bu hissə. Bura yalnız ingiliscə bilənlər. Yalnız fransızca bilənlər də 3-də 2y-dir. Yəni, baxın, bu hissədir. Biz də dedik ki, x 2y-ə bərabərdir. Yəni, 6-da 5 x-in əvəzinə mən 2y yazıram. Bunu da ixtisar etsək, burada 1, burada 3. Bu elədi 5y bölünsün 3. Bu 5y bölünsün 3 kimdir? Kimdir deyirəm, nədir? Bu hissədir də. Əsəflər, bu hissədir. Yalnız ingiliscə bilənlərdir. 5y bölünsün 3. 2y bölünsün 3 də yalnız fransızca bilənlərdir. O zaman biz 5y bölünsün 3'ü bölürük 2y bölünsün 3'e. Yəni 5y bölünsün 3'ü vururuq 3 bölünsün 2y-ə. Y-lər ixtisar, 3'lər ixtisar. Cavab da elədi 5 bölünsün 2. Yəni ingilislər daha çoxdur. 5 bölünsün 2'dir. Aydın oldu mu bu? Bəli. Hovuzu bir neçə boru ilə doldura bilərik. Ayrı-ayrılıqda götürülmüş istənilən boru ilə hovuzu doldurmağa 20 saat vaxt lazımdır. Yəni istənilən boru 20 saata doldurulur. Səhər saat 11-də hovuzu 2 boru ilə doldurmağa başlanılır. Səhər saat 11-də. 1 saatdan sonra bir boru, yenə 1 saatdan sonra daha bir boru, elə bil hər saat bir boru artır. Misal üçün, saat 11-də bir boru başlayıb, 1 saata 20-də bir doldur. Elə deyilmi? Sonra 2 bir... boru müəllim. Səhər Necə? saat 11-də 2 boru ilə doldurmağa başlayır. 2 boru ilə başlayıb. Diqqət eləmədim mən. 2 boru ilə başlayıb, onda 20-də 2 boru. Sonra yenə biri artıb, növbəti saat üçün 20-də 3 olub. Bir növbəti saat üçün 20-də 4 olub. Bir növbəti saat üçün 20-də 5 olub. Bir növbəti saat üçün də 20-də 6 olub. Və bizə deyir, hovuzun doldurulması saat neçədə bitər? Bunların hamısı 20 elədi mi? 1 saat budur, 1 saat budur, 1 saat budur, bir də budur, bir də budur. Deməli, saat 11-də başlayıb, üzərinə 5 saat artırmaq lazımdır. Yəni, 16-da artıq bu hovuz dolmuş olur. Aydın oldu mu bu? Bəli, aydındır. Mən də belə Özümü yazmışdım.
məsələnin öz görünüşünü qəliz yazıblar. Amma əslində qəliz məsələ deyil. Necə dediniz, yazmışdınız, dediniz, eləmisiniz? Mən də belə yazmışam, hə. Mən çox qeyd eləməmişəm. B-ni dedik ki, B bərabərdir 3-də 2 mənfi A. Sonra ortaq məxrəc gətirdik. B bərabərdir 2 mənfi 3 A bölünsün 3. Bizə də deyir A-nın B-yə nisbəti. Yəni A bölünsün B. A öz yerində qaldı. B-nin də əvəzinə bunu yazdıq. Sonra 3 yuxarı çıxır. 3A bölünsün 2 mənfi 3-ə. Davam edək. Bu sualı yaza biləniniz varmı? Mən yaza bilmədim, yox. Aha. İstəyirsiniz təzədən başa salın. Sıfırdan. Aha, müəllim, onda 6 olur da cavab. Hə, təzədən yenidən başa salın mı bir də? Mən başa Elə bir düşdüm. böyük dairəni çəkdik. Elə deyilmi böyük dairəni? Bunun radiusu 22-dir. Bunun daxilində kiçik dairəni çəkdik. Bunun radiusu 10-dur. Bizə də deyir ki, kiçik dairənin mərkəzi ilə böyük dairənin mərkəzinin arasındakı məsafə, baxın bu x, çevrələrin nöqtələrinin arasındakı məsafəyə bərabər olsun. Yəni arası, bax, bununla bu eynidir. Biz də bilirik ki, əgər baxın buradan başlayıb bura kimi gəlsək, radius neçədir? 22-dir. Böyük dairənin radiusu. Kiçiyin radiusu 10-dur. Baxın bu 10-dur. Bura 10-dur. Buna da yazdım x və x çünki eynidir. Biz yazırıq 2x toplansın 10, 22. 2x bərabərdir 12. X də bərabərdir 6-ya. Və cavab olur A variantı. Qeyd edin bunu da. Solda eyni cür kublar, eyni cür piramidalar və eyni cür silindirlər. 3 kubun kütləsi, birinci şərtə baxırıq. 3 dənə kub, balaca kub çəkək. 3 dənə kub azdır deyir bizə burada. Azdır nədən? 4 piramida və 7 nədən? Silindirdən. Azdır. 4 piramida və plus 7 silindirdən. Aha, belə götürmüş. Sonra nə deyir? Hə, bu birinci şərtdir. Sualda nə deyir? Bir kubun yoxsa 2 piramida və 2 silindirin birlikdə kütləsi daha az olduğunu müəyyən etmək üçün. Yaxşı, gətirin belə əziyyət çəkib kub, piramida, silindir çəkmək. Kuba deyək x, piramidaya deyək y, silindirə deyək z. Və yazaq, birinciyə görə 3x bərabərdir 4y toplansın 7z. Sual isə belədir. Bir dənə kub yoxsa, bərabərdir deyirəm, burada yazıb azdır, kiçikdir. Kiçikdir. Bizdə deyir bir kub yoxsa 2 piramida və 2 silindir. 2 piramida və 2 silindir. Deyir, müəyyən edin. Bir kub mu yoxsa 2 piramida, 2 silindir mi? Bunu müəyyən etmək üçün bizim işimiz nədir? Gərək bu tənliyi biz 3-ə bölək. Və biz bunu 3-ə böləndə bura x olur təbii ki. Bura isə 1-dən artıq olur. Burada 2-dən artıq olur. Ona görə biz birinci şərtinə müəyyən edə bilmirik. Çünki belə bir bərabərsizlik qura bilmirik. İkinciyə baxaq. İkincidə nədir? 2 kub, yəni 2x, 6 piramida 3 silindir. 6 piramida 3 silindirdən azdır. Yenə bu cür yazırıq. Və sadəcə bununla da müəyyən edə bilmirik. Ancaq birləşdirəndə baxın nə görürük. Alt-alta toplayaq bunları. 5x azdır. 10y toplansın 10z. Bunların hamısını nəyə bölə bilərəm mən? 5-ə bölə bilərəm.
5x'i 5'ə bölürük. X azdır. 2y toplansın. 2z. Və həqiqətən də bizim istədiyimiz sualın cavabını verdi mi? Bəli. O zaman kiçikdir bu və cavab da nədir? C variantı. İkisi bir yerdə kifayətdir, ancaq ayrı-ayrılıqda kifayət deyil. Yazın bunu da. Dedik ki, 21-ci sualda məlumatlar çox naqisdir, ümumiyyətlə cavab tapmaq olmur. Bəs 22-ci sualda sahələrinin cəmi 50 metr kvadrat olan iki divar eyni cür kafellə örtülmüşdür. Yazan var mı bunun aramızda? A variantı. Aha, Mən doğru. yazmışam. Birinci divarı örtmək üçün, ikinci divarı örtmək üçün lazım olan 1,5 dəfə çox kafel istifadə olunur. Bu nə deməkdir? Bunu necə yazdınız? İkinciyə x qoydum, birinciyə 1,5x. Aha. İkisinin 2,5x-i 50-yə bərabər elədim. Hı. Və oradan müəyyən etdiniz. Bəs Hə, ikincidən oradan da birinci divarı örtmək üçün ikinci divarı örtmək üçün lazım olandan 200 ədəd çox kafel istifadə olundu. Bununla niyə orada müəyyən mənfi edildiniz? onunla alınmır, hə. Necə? İkinci ilə alınmır. Niyə müəyyən edə bilmədiniz ikinci ilə? Belə yazdım. İkinciyə x qoydum, birinciyə x üstəgəl 200. Bunu topladım, 50-yə bərabər elədim. 50-dən 200 çıxılmadığı üçün mənfi olduğuna görə. Burada ümumiyyətlə necədir bilirsiniz? Yəni misal üçün 50 yox, burada 1000 də yazılsaydı, çıxıla bilsəydi yenə tapanmazdınız. Burada metr kvadrat verib sizə. Sahədir bu. Burada isə say verib sizə. Yəni orada 50 kvadrat metrə nə qədər getdiyini bilmirik, neçədən Bəli. olduğunu. Yəni biz bilmirik ki, 50 metr kvadrata nə qədər kafel getdiyini. Ona görə müəyyən edəmədik bunu. Yoxsa mənfi Hə. olduğuna görə yox. Misal üçün burada 1000 olsaydı 1000-dən 200 çıxılır. Amma yenə də tapa bilməzdik. Aydındır. Yaxşı. Cavab nə oldu? A variantı. Yəni birinci ilə hesablaya bildik, dəfə dediyinə görə. İkinci ilə hesablaya bilmədik. Bəs burada B variantı. ikinci ilə mi tapdınız? Ayrı-ayrılıqda hər ikisindən də çıxır. Belə İkisini, D tapmışam. variantı. Mən B eşitdim. B variantı, hə. Gəlin baxaq. Nədir? K bucağının tərəfləri iki düz xətt ilə kəsilmişdir və alınan bucaqlardan dördünün ölçüsü verilib. Alfa, beta, lambda, fi hərfləri ilə qeyd olunmuşdur. İki şərt verilib. Birinci şərtdə alfa ilə beta 220-dir. Yəni bu ikisinin cəmi 220-dir. Bizdən də nə istəyir? K bucağını istəyir. K istəyirsə biz bilirik ki, bu da 180-dir, bu da 180-dir və biz cəmdə 360-dan 220 çıxmalıyıq. Bu da edir 140. 140 bununla bu bucaqdır. Elə deyilmi? Bu ikisi 140-dırsa bura nə qaldı? 40 dərəcə. 40. 180-dən 140-a çıxdıq, 40. Birinci ilə müəyyən etdik. İkincidə də elə bunları zaten 140 verir, bu ikisini. Bu ikisi 140-dırsa K-ya da yenə nə qalır? 40 dərəcə. Və cavab hər ikisi birlikdə kifayətdir, doğrudur. Bunu da qeyd edin, silin. İyirmi dördüncü soru. Tam müsbət ədədlər olan M, N və K azalan sıra ilə düzülmüşdür. Müsbətdir, tamdır və azalan sıra ilə düzülüb. M, N və K. Şərt 1. M 4-dür. Nəsdir? K-nın nəyə bərabər olduğunu müəyyən edin. Əgər M 4-dürsə, azalan sıra ilə verilibsə, siz bura 4 və N ilə K-ya istənilən tam ədəd yaza bilərsiniz 4-dən az. Və müsbət deyir bizə. Müsbət deyirsə, misal üçün bura baxın, M 4-dür. N-ə yaza bilərsiniz 3, K-ya yaza bilərsiniz 2.
və ya n-ə yaza bilərsiniz yenə 3, k-ya yaza bilərsiniz 1. Yəni k və ya n-ə yaza bilərsiniz 2, k-ya yaza bilərsiniz 1. Hər ehtimalda k-nın iki cür cavabı olur. Ya 2-dir, ya 1-dir. Çünki burada tam müsbətdir deyir. Tam müsbət ədəddir. Misal üçün, baxın, heç ikinci şərtə baxmadan, mən belə bir sual versəm sizə, desəm ki, yenə eyni yuxarıdakı şərti verir. Birinci şərtdə də desəm ki, M 3-dür. K-yı tapa bilərsinizmi? Kömək edirsiniz mənə? M 4 yox, M 3-dür. Onda tapmaq olar, 1 olacaq. 3, 2, 1. Deyin, buyurun, eşidirəm. Mənmi? 3, 2, 1. Azalan sıra ilə. Onda tapmaq olur. Azalan sırayla gedir tapmalı. Amma burada tapa bilmədik. İkinci şərtdə isə deyir ki, M toplansın, N toplansın, K-nın cəmi 8-dir. İndi biz bura elə ədədlər düşünməliyik ki, cəmdə 8 eləsin və azalan sırayla yazasın. Hansı ədədlərdən istifadə edə bilərik? Biz istifadə edə bilərik 4, 3, 5, 1. 5, 2, 1. 5, 2, 1. Biz 4, istifadə 3, edə 1. bilərik 4, 3, 1. 3, 1. Başqa heç bir ədəddən istifadə edə bilmirik. Yəni, hər iki ehtimalda M ilə N bizim üçün vacib deyil. Hər iki ehtimalda K neçə oldu? 1. 1. Birinci şərtə ehtiyac var mı o zaman? Yox, ikincidən çıxır. Cavab oldu B variantı. Yəni, biz ikinci ilə müəyyən etdik ki, M5 də olsa, 4 də olsa, N3 də olsa, 2 də olsa, K hər ehtimalda 1 olur. Çünki cəm 8-in. Bu cür. Yazın bunu. Devam edən 25-ə baxaq. Burada nə deyir? Üzümçü Sitski, Solikauri və Ocaleşider sortlarından üzüm yoxdur. Dairəvi diaqramda Sitski sortunun üzümünün ümumi kütləsinin hansı hissəsini təşkil etdiyi göstərilir. 20-də 3. Sütunlu diaqramda isə Solikauri və Ocaleşir sortlarının kütləsi üzümün ümumi kütləsinin neçə faizini təşkil edir? Necə? Solikauri və adları oxuyana kimi dilim qırıldı və Ocaleşir sortlarının kütlələri haqqında məlumat verilmişdir. Hə, orada da çəki verildi. Solikauri sortunun kütləsi üzümün ümumi kütləsinin neçə faizidir? Hə, bunu istəyir. Bu ümuminin neçə faizidir? Gəlin belə baxaq. Bu 20-də 3-dür. 20-də 3-ün çəkisi nə qədərdir? Bura nə qədərdir? Deməli, 30 artır da. Bura 15 olmalıdır. Yəni 165, eləmi? 20-də 3-ümüz bizim 165-dir. Müəllim, axı ikisi də eyni deyil ki. Oy, mən rənglərə düz baxmadım, ha. Bunu Sitski yazılıb, elə bilirəm, bu budur. 20-də 3 ilə bu elə bilirəm eynidir. Bununla bunu eyni oxudum. Nəxş dediniz. Onda yazaq. 20-də 17 bu ikisinin hissəsidir də Ocaleşi ilə Solikauri. Bu ikisinin hissəsi 20-də 17 deyilmi? 20-də 17 nəyə bərabərdir? 90 toplayaq 165-ə. Yəni 155-ə. 250
5-ə. Biz buradan direkt belə də yaza bilərik. Bəs 20-də 3 neçədir deyib bunu müəyyən edə bilərik. Dəqiq üzr istəyirəm mən. Cavab verim zəngə. Nə dedik biz? 20-də 17 255 oldu. Biz istəsək bunu direkt taparıq buradan. Görək Sitski yazılan nə qədər tutur. 20-də 3-ü tapasıyıq. X yazaq. Əslində bu 20-ləri ləğv edə bilərik. X bərabərdir. 255 vurulsun 3-ə bölünsün 17-yə. Gəlin baxaq bu neçə eləyir 255 17-yə bölsək. Bir dəfə 17, 85-i də 17-yə böləndə 5 edir, yox? Bu elədi 15, 15 dəfə də 3-ün 45. Deməli, bura oldu 45. İndi biz bütün cəmi götürək. 210, 90, 300 elədi, eləmi? 300-ə yazaq 100%. Bu cür izahlı şəkil. Mən burada izahlarını yazmadım da. Belə izahlı şəkildə qeyd edərsiniz. Misal üçün deyərsiniz ki, 165 ilə 92-sinin çəkisidir 255 və bu bura 20-də 3 olduğuna görə bu 20-də 17-dir. Və biz buradan nədir bu? Sitskiyi tapdıq. 20-də 3-ü tapdıq. Neçə oldu? 45. Sonra hamısını topladıq. Oldu 300. 300 bütün üzün sortlarıdır. Bu 100%'dir. Bizdən də Solikauri istəyir. Solikauri də 165 mindir. 165 minə də yazaq Y%. İkinci dəfə belə suallarda X-i yazmayın açıq suallarda. Hər ehtimala qarşı sizdən səhv tuta bilərlər ki, siz X-i bir dəfə istifadə eləmişdiniz. İkinci dəfə niyə X-i yazırsınız? Və ikinci dəfə artıq Y yazın. Y də bərabərdir. 165 vurulsun 100 bölünsün 300. Sıfırları silin. Burada da cavab edir 55%. Bu da bizim əsaslı cavabımız. Yazın bunu. Burada mən belə bir şey elədim. Baxın, deyək ki, misal üçün, amma bu suala xeyli vaxt gedir imtahanda. Deyək ki, 4 bucaqlı deyir, bir-birinə perpendikulyar diagonallarla 4 3 bucağa bölünmüşdür. Biz belə bir şey elə bilərik. Baxın, bu formada diagonal çəkib belə. Deyək ki, bu cüraha. 4 dənə 3 bucaq düzəldə bilərik. 4 bucaqlının özünü düzəldək belə bu formada. Heç yazan olubmu bu sual aranızda kimsin? Məndə səhv çıxmışdı. Düz çıxmışdı, mən yazmışdım. Eləmi? Baxın, burada nə oldu? 4 dənə 3 bucaq düzəltdik. Bunların sahələrini yazaq. Biri olsun 18, biri olsun 15, biri də olsun 12. Bizdən bu dördüncünü istəyir və deyir ki, bütün mümkün olan cavablarımız. Mən belə bir şey düşündüm. Dedim ki, gətirin biz bunu bu cür birləşdirək. Belə. Siz də belə mi eləmişdiniz? Belə birləşdirək. Və deyək ki, burada 18-dir. Bura 12-dir. Burada 15-dir. Bu düzbucaqlının sahəsi olsun 36. Birinin sahəsi olsun 24. O birisi də 30. Bunu bilmirik. Bundan sonra şey elə bilərik biz burada. Hündürlükləri müəyyən etmək üçün bunları, bu hündürlükləri müəyyən etmək üçün. Sahələri bir-birinə bölə bilərik. Misal üçün 36 bölünsün 24 nisbətindədir də birincinin ikinciyə nisbəti. Yanlarına x də yaza bilərsiniz. İxtisar eləsəniz bunu neçə ixtisar gedir bu? 6-ya mı?
Burada qaldı 6x, burada qaldı 4x. Misal üçün bunu 6x kimi götürə bilərsiniz. Bunu 4x kimi. İndi gəlin biz eyni bunu yerlərini dəyişək. Misal üçün biz ki yazmışdıq 18, 15 və 12. İndi yerlərini dəyişək. Misal üçün bura 18 olsun, bura 15 olsun, bura 12 olsun. Aydındır bu formada. Burada biz nə etdik? Burada biz götürdük. Bunun 6x, bunun 6y olduğunu müəyyən etdik. Baxın, bunun 6x, bunun 6y olduğunu, bunun da 5y olduğunu, bunun da 4x olduğunu müəyyən etdik. Sonra vurduq sahə düsturuna da s bərabərdir a b bölünsün 2 bu cür. X, y-i müəyyən etdik. X, y-in 1 olduğunu tapdıq. Hər üçündə də yoxladıq, eynidir. X, y 1-dirsə, bu dördüncünün sahəsi 4x vuraq 5y, nəyə 4x vuraq 5y bölək 2 nəyə bərabərdir? Bu da elədi 10xy bərabərdir 10, xy də 1-dir, vuraq 1-ə bərabərdir 10-a. İndi eyni formada sadəcə yerlərini dəyişək biz bunların. Misal üçün, bu dəfə bura 18, bura 15, bura 12 yazaq. Belə eləyək. Yeni bir şəkil çəkək. Burada. Yeni bir şəkil çəkək və deyək ki, bunu da alaq bir dənə 4 belə düz bucaqlığına daxilimə alaq. İndi buraya yazaq 18, buraya yazaq 15, buraya yazaq 12. Yer dəyişək. İndi baxaq nə olur. Bu da yenə 18 olacaq. Bura 15, burada 12. Və deyək, bu 36 oldu, bu da 30. Elə bil bu dəfə də eyni olur axı. Gərək 18 ilə dəyişərdik yerlərini. Neçə dəqiqə? Belə dəyişməyək. Gətirin. Gətirin 18-i yazaq bura. Bura 15 yazaq. Bura 12 yazaq. Bu cür eləmiş. İndi nə oldu? Bura 15, bura 18, bura da 12. İndi nisbət oldu 30 bölünsün 36. 30 bölünsün 36. Yəni 6-ya ixtisar eləsək 5 bölünsün 6. Bunu 5 götürək buradan bura. Bura 5x yazaq. Burada 6x yazaq. Bu hündürlükdən gedir söhbət. 5x 6x. Bir də belə götürək. 30 bölünsün 24. 30 bölünsün 24. 6-ya ixtisar edək, 5 ilə 4 götürək. Bura olsun 5 y yazaq, burada 4 y yazaq. Belə. İndi yenə sahələri müəyyən edək. X ilə y tapaq daha doğrusu. Bura ki oldu 5 y. Belə 5x. Burada 5 y. Nə yazırıq? 5x vurulsun 5 y bölünsün 2-yə. Nə verməlidir bizə? 15 verməlidir, eləmi? 15. Onda biz buradan müəyyən etdik ki, 25 xy bərabərdir 30-a və xy bərabərdir 30 bölünsün 25-ə. Yəni 6 bölünsün 5-ə, bu da 1,2 elədir. Xy 1,2 elədir. Gəlin, digər tərəfdən də yoxlayaq, görək elədimi? Misal üçün, bu oldu 6x, bu 5y. 6x vuraq 5y bölünsün 2-yə verməlidir 18. 15 xy bərabərdir 18. Xy də bərabərdir 18 bölünsün 15-ə. Bunu da ixtisar eləsək 3-ə. 9 bölünsün
9 nə idi? 6 bölünsün 5 eləyir, bəli, 1.2 eləyir. Hər dəfəsində 1.2 eləyir. İndi tapaq bu yeni sahəni. Bura 6x-dir, burada 4y-dir. Yazaq. Prosta məndə dağınıq oldu, siz səliqəli yazarsınız. Bunu başdan düz qurmadım deyin səliqəsini. 6x vurulsun 4y bölünsün 2-yə. X, y 1.2-dir. Bu elədi 24, 12. 12-yi vuraq 1.2-yə. Cavab neçə olmalıdır? 12-yi 1.2-yə vuranda neçə eləyir? 14.4 mü? Bu bir cavab, bu iki cavab. Bir də sonuncu, üçüncü cavab. Yerlərini dəyişək. 12, 15 oldu, 18, 12 oldu. İndi 18 ilə 15 yazaq bu qıraqlarında. Onu da çəkək buradan yenisi. Buna 3 bal yox, 6 bal zaten. Ciddi vaxt aparacaq bu imtahanda. Bir də bir yenisini göstərək. Aynen. Enes, haklısın. Senin köyünün Bu boş sahəsini bilmədiyimiz yerə bir dəfə qıraqlarına 12 ilə 15-i götürdük. Bir dəfə 12 ilə 18-i, indi 15 ilə 18-i götürdük. Deyək ki, bunu bilmirik. Buraya yazaq 15, buraya yazaq 18, burada deyək ki 12 olsun. Yaxşı, bura 18, belə. Bura 15, burada 12 olsun. İndi tapırıq bunu. Yenə eyni qaydada yazırıq. 18, 12, 15. Bura 36-dır, bura 24-dür. 36-nın 24-dən nisbətini götürək. Elə bil ki, bu ikisinin bir-birinə nisbətini müəyyən etməkdən. Neçə elədi bu? 36, 24-ə bölün. 6 dəfə ixtisar geçsə, burada 6 dəfə yox, 12 dəfə ixtisar geçsə, 3 bölünsün 2. Yəni, bura olur 3x, bura olur 2x. İndi bunları bir-birinin nisbətini götürək. Bu olsun 15, bu da olsun 12. Yəni 30 bölünsün 24. 30 bölünsün 24-də ixtisar eləsək 6-ya 5 bölünsün 4. Burada yazaq 5y və 4y. İndi x-y müəyyən eləyək hər hansı birinin sahəsindən. Bu 2x-dir, bu 4x-dir. 2x-i vururuq 4y-dir. 2x-i 4y-ə vururuq 2-yə bölürük. 2x bıraq 4y bölək 2 bərabər olmalıdır 12-yə. 4xy 12-dirsə, xy-də 3-dür. Xy 3 tapdıqsa, 5y nədir? 3x-i vuraq bir-birinə. Bölək 2-yə. Yəni 15 vuraq 3 bölək 2-yə. 45-i də 2-yə böləndə 22 yarım. 3 cür fərqli cavab çıxdı. 22 yarım, 10 və 14.4. İndi gəlin yoxlayaq. Görək, düz mü yazmışıq? 2 dəqiqə. 10, 14.4 və 22 yarım. Aha, bu da bax cavablar. 10, 14.4 və 22 yarım. Bunu istəyirsiniz screen eləyin. Sonra sərgəli təzdən düzəldirsiniz. Videoda da qeyd olunubdur. Silinmi mən bunu yoxsa? Qızıl və misin birinci ərintisində qızılın kütləsinin
misin kütləsinə olan nisbəti 5 bölünsün 2-dir. Bu birinci ərintidir. 5 bölünsün 2 x yazsaq. İkincidə isə 7 bölünsün 6-ya bərabər. 7 bölünsün 6-ya bərabər. Elə bil ki, qızıl və misin birinci ərintisində qızılın kütləsinin misin kütləsinin nisbəti budur, ikincidə də budur. Sonra nə deyir? Hər iki ərintidə birlikdə qızılın kütləsi misin kütləsindən 2 dəfə artıqdır. Gətirin belə götürək. Deyək ki, baxın, bu 2 qızıldır. Qızılın kütləsinin misin kütləsinəndir. 2 dəfə artıqdır. Hər iki ərintidir. Gəlin onda belə yazalım. Bircə dəqiqə. Bu formada yox. Bax, bu formada. Birincidə 5 bölünsün 2 deyilmi? Bunu yazaq 5x-lə 2y kimi. 2y deyirəm, 2x kimi. İkincidə də 7 bölünsün 6-dır. Bunu da yazaq 7y-lə 6y kimi. Birinci qızıldır, sonra misdir. Birinci qızıl, sonra mis. Qızıl, sonra mis. Bunlar fərqli-fərqli ərintilərdir. Və bizə deyir ki, hər iki ərintidə birlikdə. Misal üçün, qızıl birlikdə. 5x toplansın 7y. Qızılın kütləsi misdən 2 dəfə artıqdır. Bərabərdir. 2 vurulsun 2x toplansın 6y. Bura kimi aydın oldu mu hər kəsə necə gəldi? Bəli, aydındır. Bu birinci idi, bu da ikinci idi. Gəlin buradan x-i müəyyən edək. 5x toplansın 7y bərabərdir. 4x toplansın 12y-ə. 5x-dən 4x-i çıxaq, olsun x. 12y-dən də 7y çıxaq, olsun 5y. Biz müəyyən etdik ki, x-imiz 5y-ə bərabərdir. Biz burada neçə x-imiz var? Baxın burada. 7x-imiz var da birincidə. Birinci 7x-dir. Və biz buradan deyə bilərik ki, x 5y-dirsə, 7x də 35y-dir. Bu birincimizdir, 35y. Birinci ərintinin cəmidir. Bizə deyir birinci ərintinin kütləsi. Birinci ərintinin kütləsi neçədir? 35y. Daha artıq burada mis, qızıl hamısı qarşıdır. İkinci ərintinin kütləsinə olan nisbəti. İkinci ərintinin də nisbəti bu deyilmi? Cəm bu deyilmi? 13y. Bölünsün 13y. Y-ləri ixtisar et. Aydın oldu mu? Bəli, aydındır. Yazın burada. Bir də nə deyir burada? Liyanın Sandrodan 1 lari, Teadan isə 2 lari çox pulu var. Üçünün birlikdə 108 larisi var. Teanın neçə larisi var? İkinci sual. Üçüncü sual. Yelena qalıqlı bölməni yerinə yetirərkən verilən ədədi 8 əvəzinə 4-ə böldü. Hesablamanı düzgün yerinə yetirdi və 21 qalıq 3 cavabını aldı. Yəni cavabı mı 21 alır? Qalıq da 3 alır. Qalıqlı bölməni yerinə yetirərkən verilən ədədi 8-ə bölsə və hesablamanı düzgün yerinə yetirsəydi, Yelena hansı cavabı alacaqdı? 4. Tilinin uzunluğu 6 cm olan kubu, tillərinin uzunluğu
3, 2 və 1 sm olan bərabər düzbucaqlı paralellepipedlərə böldülər. Əgər düzbucaqlı paralellepipedləri bir-birinin ardınca cərgəyə düzsək, alınan cərgənin uzunluğu maksimum nə qədər olar? A və B elə ədədlərdir ki, A və 6-nın ədəd ortası 9-a, B və 6-nın ədəd ortası 15-ə bərabərdir. A-nın, B-nin və 6-nın ədəd ortası nəyə bərabərdir? Növbəti səhifələrdə şagirdin cavabları. Bunu da şagird yazıbdır. Şagird tərəfindən buraxılmış hər bir səhvi göstərin və düzgün şəkildə yazın. Gəlin birinci özümüz hesablayaq. Misal üçün, birincidə sadəcə bu hesablanmalıdır. Şagird neçə alıb? 87.6-dan çıxıb 17.6-yı və çıxıb 12.9-u. Əslində yazılış düzgündür, amma şey edir də, uzadır. İstəsə 12.9-la 17.6-yı toplayıb çıxa bilərdi, amma belə də yazsa yenə cavab düzgündür. Burada siz də o cür deyibsiniz də yəqin ki, bu düzgündür. Eləmi? Bəli, bəli Elvir müəllim. Məndə də Aha. düz cavab alındı. Ancaq burada da düzgündür. 23.1 bu da düzgündür. İkisini də düz yazıb. Yəni birincini düz yazıb. Sonra baxaq ikinciyə. İkincidə nə deyir? Liyanın Sandrodan 1 layri, Teadan isə 2 layri çox pulu var. Üçünün birlikdə 180 layrisi var. Teanın neçə layrisi var? 108-i 3-ə bölüb 36, 36-dan da 2 çıxıb 34. Yazılışı düzdür bunun ikincinin. 36-dan 1 çıxasıdır. Orada səhvdir. Deyir ki, birindən 1 layri çoxdur pulu, birindən də 2 layri çoxdur pulu. Elə deyilmi? Onda T x çıxılsın 1 olası deyilmi? Aha, misal üçün biz belə yaza bilərik. Liyanın Sandrodan 1 layri çoxdur, Teadan 2 layri çoxdur. Deyək ki, Teanın x olsun. Liyanın olacaq x toplansın 2. Sandronun isə x toplansın 1. Hamısı cəmdə 3x toplansın 3, 108-dir. 3x 108-i 3-ə böləndə edir 35. 35 mi edir? Yox, 35 nə? 36. 36. X də bərabərdir 12. X 12-dirsə mən nə yazdım? Mən niyə 108? Əgər müəllim 108-dən 3 çıxır. 108-dən 3 çıxmalıydı. edəcəm. Artıq beynim əyləşib. 105 x bərabərdir 35. Biri oldu 35, biri 36, biri də 37. 35, 36 və 37. Tea'nın neçə layihəsi var? Tea'da x-dir. Yəni 35. 35 layihəsi var Tea'nın. Bəli, bir çıxmalıdır. Orada qeyd etməlisiniz ki, ikinciyi səhv yazıb və cavabı istəsəniz bu cürdə qeyd edə bilərsiniz. Müəllim birinci sualda düz çıxdı. İndi onu qeyd edirikmi ki, birinci sual düzdür? Hə, bunu qeyd edə bilərsiniz ki, 1 düzdür, 2 səhvdir və səhvi budur. 2-nin bu, hə, bircə dənə bu deyiləm, sonra 3-ün gəlir. Bəli, 2 səhvdir və doğrusu bu cür yazılmalıdır. Bunu qeyd eləməlisiniz. Sonra 3-ə baxaq. 3-də bu nə yazıb bura? 21 bölünsün 2 qalıq 10 qalıq 1-dir. 1 toplansın 3 bərabərdir. Nə əlaqədir? 1 toplansın 3 bərabər 4. Eləni alacaqdır. 10 qalıq 4. 4 qarışdırır. Baxaq bura nədir? Elini qalıqlı bölməni yerinə yetirdik. 2-dən verilən ədədi 8 əvəzinə 4-ə bölüb. Bunu düzmü yazaq? Bu siz hesabladınızmı? Mən hesabladım, qalıq 7 qalmalıdır. Aha. Hesablamanı düzgün yerinə yetirdi və 21 qalıq 3. 21 nədir? Bu aldığı cavabdırmı? Elə yazıblar, başa düşə bilmirəm. Böyük ehtimal 4-ə bölərkən 21 tam cavabdır. Bəli, Qalıq 21 olaraq. yəqin cavabdır, 3 də qalıqdır. 8 əvəzinə 4-ə bölüb, eləmi? Cavabı 21 alıb. 8 əvəzinə 21. 21-i 4-ə bölüb, 4-dən cavabı vurub 21 alıb və qalıq da 3 olub.
Bu neçə elədi? 84, 87. 87. Yəni 8-in əvəzinə bölüb. İndi deyir ki, qalıqlı bölməni yerinə yetirərkən verilən ədəd 8-ə bölsə, yəni doğru yazsa, cavab 80 edir. 80 nə edir? 10 edir. Qalıq da 7 7 qalır. qalır. Yəni Elin hansı cavab alacaqdı? Belə alacaqdı. Cavab 10 olmalı idi. Qalıq da 7. Bəs bu nə yazıb? Cavabı 10 yazıb, qalığı 4 alıb. Burada da yazırsınız ki, səhvdir. Cavab olmalıdır 10. Qalıq isə Müəllim səhvi harda edib həmin onu da qeyd etməliyikmi? ehtiyac yoxdur. Sadəcə belə yazırsınız, indi yazdığınız kimi. Və deyirsiniz ki, cavab bu cür olmalıdır. Ancaq 10 cavablarda qalıq 7. deyir, məsələn, toplamada səhv eləyib çıxmada, orada qeyd aparır ona görə. Hə, yəni beləcə başdan yazanda qeyd eləyə bilərsiniz ki, yəni bu cür yazılmalıdır. Burada səhvdir və cavab da budur. Fiksin. Yəni bunu qaralamağa ehtiyac yoxdur. Bu öz yerində qalır. Siz sadəcə olaraq öz vərəqinizdə yenidən yazırsınız ki, bu cür olmalıydı. Bu yerində səhv edib və cavab da budur. Müəllim doğru olanlarda, yəni Doğru olanlarda ehtiyac vaxtla, yoxdur. vaxtla əlaqədar Hə, deyirəm. Ona doğru olanlarda yazmasaq, yazırsınız ki, birincini düz yazdı. yazmasaq İkincisini səhvə sayarlarmı? siz hər Bal ehtimalda kəsər. qarşı bir dənə düz yazdığını yazın da bu sizin 5 saniyənizi aparar. Doğrudur yazılır. Düz olanda doğrudur, Bəli. səhv olanda səhvdir. Bəli, amma səhvin yanında göstərmək lazımdır harda səhv. Hə, olmalıdır belə, hə. Bəli. Davam edək indi. 3-ü yazdıq, 4-ə baxaq. Tilinin uzunluğu 6 sm olan kubu, tillərinin uzunluğu 3, 2 və 1 sm olan bərabər düzbucaqlı paralelipipitlərə böldülər. Əgər düzbucaqlı paralelipipitlərin bir-birinin ardınca cərgəyə düşsək, alınan cərgənin uzunluğu maksimum nə qədər olar? Tilin uzunluğu 6 sm olan kubu, tillərin uzunluğu 3, 2 və 1 sm olan bərabər düzbucaqlı paralelipipitlərə böldülər. Bunların həcmini mi tapaq birinci? Bu da nə oldu? 27, 8 və 1. Əgər düzbucaqlı paralelipipitləri bir-birinin ardınca cərgəyə düşsək, alınan cərgənin uzunluğu maksimum nə qədər ola bilər? 216 da 36-ya bölünürmü? Bəli, 6 dəfə. Onda biz necə edirik? Deməli, bu 216-dır. 216 bizim bütün həcmdir. Böldük 3, 2 və 1 sm olan paralelipipitlərə. 3. Yəqin ki, kublara. Yəqin ki, bu kubdur. Tilin uzunluğu, hə, 6 sm olan kubu, tillərini... Yox, yox. Yox, bunu biz belə bölmüşük. 3, 2, 1. Belə bölmüşük. Necə saniyə? Təzdən yazın bunu mən. Bu bir dənə kubdur. Kubun tilinin uzunluğu 6-dır. Bunun həcmi 6-nın kubudur və bu edir 216. Bunu biz düzbucaqlı paralelipipitlərə bölmüşük. Onların da tillərinin uzunluqları 3, 2 və 1-dir. Elə bildim 3 ayrı kuba bölündü. 3, 2 və 1-dir. Və bunun həcmi elədi 3 vuraq 2 vuraq 1, yəni 6 elədi. İndi bizə deyir ki, bu 216 idi bütün həcm. 6 dənə bərabər düzbucaqlı paralelipipedə bölmüşük. 6 dənə deyirəm. Həcmi 6 olan bir-birinə bərabər düzbucaqlı paralelipipedə bölmüşük. Neçə dənə düzbucaqlı paralelipiped yan-yana düzmək olar? Maksimum 36 dənə.
Bəs bunun özü neçə verib cavabı? 72 dənə. Bu ümumiyyətlə səhv yazıb bu. Siz yazırsınız ki, ümumiyyətlə bu köklü şəkildə səhv yazıb bunu. Məsələnin quruluşu filan hər şey səhvdir. Əslində 6-nı kuba yüksəltməlisiniz. 216. Sonra kəsməlisiniz kiçik kublar. 3, 2 və 1. Bunu kublar deyirəm. Düzbucaqlı paralelipedlər. Bunların da hər birinin həcmi olur 6 və 216-nın içərisinə 36 dənə həcmi 6 olan düzbucaqlı paraleliped sığışa bilər və yan-yana bunları düzsək 36 dənə olacaq. Bu cür. Cavablara baxaq, bir dənə zəhmət olmasa. Sual neçə idi orada? 4-cüsü idi, eləmi? Bəs bu niyə 18 dənə yazıb? Daşebuliya deyir Şeçdoma Meori. 4-cü sual idi bu. Daşebuliya Şeçdoma Mritskhoyşi Bolu. Oxumadım istəyirəm. Ay. Maksimum 6 vuraq 2. 12'nin nasılat ondayıq olsa 6 vuraq 3. Niyə 6 vuraq 3? Tilinin uzunluğu 6 cm olan kubu, tillərinin uzunluğu 3, 2 və 1 cm olan bərabər düzbucaqlı paralelipipedlərə böldülər. Orta Əgər, cərgənin uzunluğunu soruşur yəqin ona görə. əgər düzbucaqlı paralelipedləri bir-birinin ardıca cərgəyə düzsək, alınan cərgənin uzunluğu deyir. Uzunluğu deyir. Biz say yazdıq, eləmi? Hə. Tamam da yenə. Bütün altının kubu değil mi? 216. Ayrı-ayrı kublara bölək. 3-ün kubu 27, 2-nin kubu 8, 1-in kubu 1. Hamısını toplayaq. 36 olsun. Bunların hamısının həcmi 36'dır. Hamısının həcmi 36. Bizim də 216'dır. 216'yı bölək 36'ya görək neçə ədəddir? Neçə ədəd oldu? 6 ədəd. 6. Ölçülər də nədir? 3, 2, 1. Maksimum uzunluq deyirsə 6'yı vururuq 3'ə. Və ancaq belə ola bilər. Bunların verdiyi kimi əgər cavab belədirsə. Çünki bir var belə 3, bir var 2, bir var 1. Və uzunluğu yan-yana qoyub ölçəndə maksimum deyirsə 6 dənədirsə 6'yı 3'ə vururuq olur 18. Bunu qeyd edim, bir də 5'ə baxaq. A və B elə ədədlərdir ki, A və 6'nın ədədi ortası 9'dur. Bunu silinmi, yazdınız mı? Videoda var da oradan da götürərsiniz. A və 6'nın ədədi ortası 9'dur. A toplansın 6 bölünsün 2 bərabərdir 9'a. Buradan A toplansın 6 bərabərdir 18'ə və A bərabərdir 12'yə. B və 6'nın ədədi ortası 15'dir. B və 6'nın ədədi ortası 15'dir. Cəmi 30 yazaq. B olsun 24. A'nın, B'nin və 6'nın ədədi ortasını tapın deyir. A'nın, B'nin 12 toplansın 24, toplansın 6 bölünsün 3. Bu da elədir 30, 42 bölünsün 3. Cavab oldu 14. Baxaq görək, bəs bu bizim şagird nə yazıb? Şagird də yazıb 18 və səhv yazıb. Qeyd edirsiniz ki, şagirdin yazısı səhvdir, doğru olan 14. Baxaq görək, burada nə verir? Burada 14'ü ümumiyyətlə cavabı göstərdim. Səhvi nədə edibsə sanki onu göstəriblər. Toplansın 6 yazıb o, çıxılsın 6 olmalıdır. Hə.
Siz belə də yazsanız heç bir problem yoxdur. Qeyd edirsiniz ki, doğru olan budur və cavab da ondur.